Və Ekonomik hörmətli tamaşaçılarımız, ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyaya bağlanırıq. Həmkarım Aysel Fərziyeva oradadır. Salam Aysel, buyurun. Vaxtınız xeyir olsun Günel, maraqlı xəbərlərimiz var, bizi izləyin. Söz sizdədir. Ekonomiksə baxırsınız, Azərbaycan Dövlət Neft Şirkəti və İraq Milli Neft Şirkəti birgə layihələr üçün işçi qrupu yaradır. Bunu jurnalistlər açıqlamasında Azərbaycanın Energetika Naziri Natiq Əliyev deyib. Nazir qeyd edib ki, bu İraqla Azərbaycanın neft-qaz sahəsində əməkdaşlığının başlanğıcı olacaq. Biz bir yerdə dövlət neft şirkəti ilə bir yerdə və İraq Milli Neft Şirkəti ilə biz birgə bir qrup yaradırıq və həmən investisiyalar İraqda olacaqdır. Biz nəzərdə tuturuq ki, orada hansısa bir layihə götürüb onun üzərində işləmək, yəni neft yatağını və eyni zamanda İraqı dəvət etdik ki, Azərbaycanda iştirak edəsi və bizim layihələrdə. İndi görək bundan nə çıxacaqdır? Hələ demək tezdir, ancaq inanıram ki, bizim əməkdaşlığımız baş tutacaq. Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində əlavə olaraq ildə 16 milyard kubmetr qazı nəql edə bilmək üçün mövcud kəmərə paralel şəkildə 489 kilometr uzunluğunda yeni boru kəməri dövrəsi inşa edilməklə sistem genişləndiriləcək. BP Azərbaycan şirkətinin prezidenti Gordon Birel belə deyib, bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı nəzərdə tutulan işlərin təxminən 31% artıq yekunlaşıb. Bura layihələndirməyə torpaqların alınması və s. daxildir. Şirkət rəhbəri qeyd edib ki, Çıraq yatağındakı platformada yenidən qurma işlərinə 2 ay sonra başlanacaq. Bizə lazım olan quyulardan 8-ni qazmışıq. Həmçinin 2 platforma üçün 2 dayaq blokları quraşdırılıb. Sualtı borular düzəngənli modelləşdirməsi işləri başa çatdırılıb. Gürcüstanda tikilməli olan 2 iri kompressor stansiyanın tikintisinə də artıq başlanılıb. Ümumilikdə Şahtəniz layihəsinin ikinci hissəsi və Cənub Qaz kəməri üçün təkcə Azərbaycanda dəyəri 10 milyard dollardan artıq olan müqavilələr imzalanıb. Bununla yanaşı, təkcə Azərbaycanda hər iki layihənin icrasına 12.500 işçi cəlb edilib. Neftin qiymətinin düşməsinə baxmayaraq, hazırda bütün layihələr qrafik üzrə həyata keçirilir. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev belə deyib. Rövnəq Abdullayev həmçinin may ayında neft məhsullarında ixracın azalması məsələsinə də aydınlıq gətirib. Neft məhsulları ixracını dayandırmaz. Bizə baxmışıq, ona görə ki, biz tədarük etdik. Bilirsiniz ki, Avropa oyunları artıq Azərbaycanda start götürür, iyunda böyük tələbat var və o tələbatı tam ödəməsini biraz azaltdır ki, ambarlarda bizim yanıdağımız bol olsun. Ötən ay Mərkəzi Bankın valyuta ehtiyatları 8 milyard 430 milyon dollar olub. Bu, aprelin sonu ilə müqayisədə 0,5% çoxdur. Mərkəzi Bankın məlumatına görə ötən ilin iyul ayından bəri ilk dəfədir ki, valyuta ehtiyatları artım nümayiş etdirib. İlin əvvəli ilə müqayisədə isə ehtiyatlar 38,7% aşağı düşüb. Son hərraclarda bütün markalardan olan neft bir qədər ucuzlaşıb. Amerikanın New York əmtəl birjasında hərraca çıxarılan light markalı qara qızıl 59 dollar 83 sentə təklif edilir. London birjasındakı Brent nefti isə hazırda 63 dollar 92 sentə satılır. Qiymətli metalların dəyəri düşür, belə ki, qızılın bir unsiyası 1188 dollar 53 sentdir, gümüş də ucuzlaşıb və indi bu metal 16 dollar 65 sentdir, alüminium və platindən başqa digər metallar hamısı qırmızı zonada qərarlaşıblar. Bütün qiymətli kağızlar yaşıl zonadadılar. Amerikanın qiymətli kağızlar bazarında bahalaşma var. Yaponiyanın Nikkei 225 indeksi də eyni tendensiyanı nümayiş etdirir. Avropa birjalarında da bütün səhmlərin dəyəri artıb. İndi avro dollar 1,10 dollar, yen 124,37, funt sterling dollarsa 1,10 5278-ə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi sonuncu məzənələrsə belədir. İndi 1 dollar 1 manat 5 qəpikdən cüzi ucuzdur, 1 avro 1 manat 17 qəpikdir, Rusiya rublu 2 qəpikdir, Türk lirəsinin məzənəsi isə 39 qəpikdən bir qədər yuxarı mübadilə edilir. Bu qədər bu bizim Ekonomikdə çatdıracağımız sonuncu xəbər idi. Sizi maraqlandıran hadisə və narahat edən problemlər varsa elə bu barədə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara
reporter proqramını yükləməklə də qarşılaşdığınız hər hansı hadisəni Lidia televiziyasına göndərə bilərsiniz. Günel, bizdən bugünlük bu qədər. Söz yenidən sizdədir. Teşekkür